əlini gördüm. İnsan yəni əlinə də bənzəmirdi bir qəlbə. Mənim sağ qabırğamdan belə sıxdı. Gördüm ki, mənim dostum pəncərənin yanındadır. Bildiniz necə? Bu belə titrəyə-titrəyə oradan tutub. Heç kim 10 gündən artıq qalmır evdə. Bu ruhlardır yoxsa cinlər? Evdə səs-küy eşidirsiniz. Qapı açılır, bağlanır, pəncərə açılır, bağlanır, əşyalar itir, səs gəlir. Görəsən sizi narahat edən məxluq kimdir? Ölmüş insanların ruhudur, yoxsa cinlərdir? Yoxsa Sovet vaxtında öyrəşdiyimiz Damavoydur? Gəlin bu haqda ilk olaraq çox maraqlı bir hekayəni izləyək, sonra öz şərhimlə davam edəcəm. Bismillah, xoş gəldiniz qardaş. Salam aleykum. Salam aleykum, çox sağ olun. Zəhmət olmasın, həmin o hadisəni danışın inşallah. Mən bir tanışım var. Bu mənə bir dəfə axşam vaxtı zəng elədi ki, bəs mən rayondan gəlmişəm. Olar gələsən mənimlə qalasan. Bu da mənim uşaqlıq dostumdur. Əvvəllər yəni özünün də ailəsini də tanıyıram. Heç bir psixoloji problemi olan falan bir insan deyil. Sağlam bir adamdır. Mən nəsə getdim bu yana, axşam vaxtları idi. Görüşdük bundan. Bu mənə qayıtdı ki, bəs mənim qaldığım evdə olar səndən bir yerdə, yəni mənlə qalasan, çünki mən qorxuram. Yəni səbəbini demədi ilkin olaraq. Sonra evə getdik, normal bir ev idi. Evə qalxdıq. Mən qayıdıb dedi ki, bəs olar evin işıqlarını söndürməyə. Mən yəni qorxuram. Mənə qəribə gəldi ilkin olaraq. Yəni bir insan, bu yetkin 24-25 yaşlı insan niyə qorxsun? Sonra işıqları dedim, mən o qədər yorğun idim ki, yəni mən belə də yataram, tək sən qorxmayasan, qoy qalsın yanılı işıq. Hardasa bir saat keçmişdi mən yuxuya gedəndən. Mən gördüm ki, mənim yuxuda bəs üstümə belə bir qara külək miniyim, bir tüstü kimi yəni bir adını bilmirəm, yəni varlıq üstümə gəldi. Hardasa elə bir bu döş qəfəsimin üstünə oturub. Mən əlini gördüm. İnsan yəni əlinə də bənzəmirdi bir qəlbə. Mənim sağ qabırğamdan belə sıxdı və bizə dedi ki, gedin bu evdən, bu mənim evimdir. Mən dua oxudum. Bismillahirrahmanirrahim. Əuzubillahimineşşeytanirracim. Bu evi qaçdı, bir növ yoxa çıxdı. Mən ayıldım, gördüm ki, mənim dostum boğulurdu, harasa bir xırıltıya fason. O da digər çarpayıda yatmışdı. Buna yaxınlaşdım. Bunun yanına başladım dualar oxumağa, Fələk, Nas, Ayətül Kürsü. Bu özünə gəldi, bu elə bir huşu özündə deyildi. Bu durdu, qalxdı mənə dedi ki, bəs məni boğurdular. Mən yəni yaxşı ki, sən ayıldın da. Bunun nəsə oturduq 1 saat kimi. Mən yorğun idim, yenidən yatdım. Amma yatanda bu 1 saat ərzində oyaq qaldığımız, Allaha and olsun, evin içində elə bir belə gəzirdilər də, ayaq səsləri falan. Sonra qablar tərpənirdi. Belə evin içində elə bir apava var idi. İnsan sıxılırdı. Siz yəni sanki orada 2 nəfər yox, başqa bir necə deyim, varlıqlar var idi. Mən də bu da mənə dedi ki, bəs narahat olma. Dedi, qorxanda daha çox gəlirlər. O məndən daha yəni çox bilirdi bu barədə. Demək, bu neçə vaxtı yəni orada yaşayır, bilir ki, evdə belə bir şeylər baş verir, hə? Sonra üstündən bir müddət keçdi. Mən yatdım yenidən. Mən yatanda Allaha and olsun, yəni Allaha and içirəm, yatdığım yerdə həmin bir varlıq geri qayıtdı. Mən ayıldım. Mən özümü bir növ kənardan görürdüm. Bildiniz necə? Yatmışam belə. Bu mənə yaxınlaşdı eynilə. Ayaqlarımın elə bir bilək hissəsindən tutub sıxdı. Sıxanda ağrıdan mən yəni normal belə yuxudan durdum. Gördüm ki, mənim dostum pəncərənin yanındadır. Bildiniz necə? Bu belə titrəyə-titrəyə oradan tutub, padakonik dillərdə kənardan. Buna yaxınlaşdım, yenidən dualar oxudum. Bu özünə gəldi. Bu başladı ki, qışqırmaq ki, gəl gedək bu evdən. Gecə saat 4-5-ə yaxın idi. Dedim, məncə də gedək də, yəni burada qalmağın adı yoxdur. Biz bir orada su var idi. Suyu götürüb içdim. Bunu dedim ki, gəl çıxaq evdən. Ən maraqlısı nə idi? Elə bir evin içində bir dənə mişqa var idi, belə oyuncaq ayı falan bir şeydən. O bir servant kimi bir şeyin üstündə idi. Biz evdən çıxanda o yerdə idi, polun üstündə idi. Onu biz yəni əl vurmamışıq. Sonra bizim bir tanışımız var, o qardaş da yəni elə başa çıxır da belə rüqəyə falan. Onu yəni gətirdilər o evə. O evdə rüqəyə falan eləyib. Məlum oldu ki, o evdə həmin bəzi yerlərində cadular yerləşdiriblər, belə deyim. Və həmin adam mənə dedi ki, o sizə gəlib, yəni vəsvəsə kimi yuxuda xəbərdarlıq edib ki, bu mənim evimdir. Və çıxın, gedin mənim evimdən, yaşamayın mənim evimdə.
Orada ondan da qabaq bir şey olmuşdu. Onlar həmin qardaşı niyə dəvət elədilər? Bizim bir dostumuz vardı, o evdə daimi yaşayırdı. O uşağın anası rayondan gəlmişdi elə bil də bunlara. Onların evində kart var idi. Onlar özləri oyun oynamaq üçün elə belə alıblar. Həmin kartı elə bir anası yemək yeyən yerdə elə bir külək fason belə otağa səpələmişdi. Yəni mistik bir şey, normal. Qadın qaçmışdı bloka, qonşuları falan köməyə çağırıb. İnanın ki, qonşular deyir ki, biz yəni bilirik o evdə. Yəni nəsə var. O da nəyə görə? Deyir bəlkə 10 nəfər adam gəlib, heç kim 10 gündən artıq, bir həftədən qabaq artıq qalmır evdə. Qorxur evi, yəni pulunu geri qaytarırlar. Gedir. Evin yəsi Rusiyada yaşayır, Azərbaycanda yaşayır. Qardaş gəldi, o evi elə bil belə yəni təmizlədi, elədi. Orada bizdə uşaq var idi. O deyir ki, mən bəs yuxularıma mənim tez-tez gəlib xəbərdarlıq edirdi falan. Mən də çox da yəni narahat olmurdum da, bir növ elə bir öyrəşmişəm. Amma yəni mən ilk dəfə belə sarsıntı keçirdim. Açığını deyim sizə. Məndə necə bəzən elə olurdu ki, məsələn, tək qalanda falan o hisslər mənə təzədən geri qayıdırdı ki, bildiniz necə də elə bir həmin qüvvə məni izləyir kimi, mənə nəsə eləmək istəyir. Qorxu kimi. Bəli, sarsıntı keçirdim açığı. Çox mənə pis təsir eləmişdi. Yəni mən ilk dəfə belə bir şeylə yəni qarşılaşırdım. Mənə dəhşətli dərəcədə yəni qorxmuşdum. Yəni bir var fiziki şəkildə də mən yəni qabırğamı sıxdı, biləklərimi sıxdı. Yəni mənə çox pis təsir elədi. Tik hoppandım belə yerimdən. Gördüm ki, yəni dostum da boğulur falan. Mən yəni ona kimi düzdür, yəni Qurani-Kərimdə də cinlər haqqında yazılıb falan, amma ilk dəfə insana yəni birbaşa belə təsirini onda gördüm. Rastlaşanda fərqli olur da. Biri var, Bəli, belə oxumusan, bəli, bilirsən ki, belə şey var. Bir də var, bəli, üzə gəlirsən, istər-istəməz insan bəli. qorxu keçirir. O üçün onunla da o ev düzəldi, yəni sonra o evdə normal. Amma mən indi yox, amma normalda o barədə düşünəndə hətta tüklərim indi də biz-biz oldu. Amma normaldır, yəni o yaşadıqlarını insan təzədən Bəli, xatırlayır. yəni o uşaqla da mən sonralar kimə danışırdıq, inanmırdılar. Amma həmin evdə tələbə qalan uşaqlar and içirlər ki, yəni belədir də, deyir, yəni əsas da deyir zibil qabını dağıdırdılar həmişə. Evin içinə də belə kuxna. Sizcə hazırda o ev düzəlibdi yoxsa yenə də davam edir o problem? Valla o evdən o uşaqlar çıxdılar özləri də, qorxdu. Anaları gördü ki, Ruqiyadan sonra yaşamışlar onlar yoxsa Ruqiyadan qabaq? Ruqiyadan əvvəl yaşadılar. Qabaq, hə. Onların yəni valideynlərindən biri həmin qardaşı dəvət etdi, ev təmizlədilər. Amma yenə də çıxdılar da belə deyim. Qalmadılar, yox qalmadılar. Çünki bu bilirsiz biraz heç kim istəmir də, yəni hamı istəyir ki, yəni belə. Sən bəli, rahatlıq istəyir də, kimdən lazımdır, nə Bəli, lazımdır. yəni mənim üçün amma yəni sarsıntı idi. İlk dəfə gördüm, çox pis olmuşdum. Günlərlə yəni özümə gələ bilmədim, belə deyim sizə. Allah sizdən razı olsun. Amin. Maraqlı, təşəkkür. Bu dinlədiyim ilk hekayə deyil. Bir çox müraciət edənlər belə hadisələrlə bağlı öz təəssüratlarını, yaşadıqlarını da danışırlar. Kimisi deyir ki, açarı açmışdım müəyyən bir o qırmaqdan. Onu oradan yəni düşməyi mümkün olası bir şey deyil. Oturmuşdum, gördüm ki, açar səsi gəldi. Gəldim, gördüm ki, açar dolabın üstündədir. Və sairə bu kimi hadisələr çox baş verir. Kimsə deyir ki, məsələn, konfetləri sayla bilirik neçə ədəddir. Evdən çıxırıq, qayıdırıq, görürük ki, bir neçə konfet artıq yeyilibdir. Və yaxud soyuducudan bəzi ərzaqlar itir və yaxud bəzi əşyalarımız itir. Hətta zinət əşyaları belə evdə itir və bunları törədənlər, əzizləyicilər, cinlərdir. Burada ruhları və yaxud digər məxluqları günahlandırmayın. Zaten bu mümkün deyil. Yanımızda yaşayacaq və bu işləri törədə biləcək yalnız cinlər var. Və evinizi cinlərdən və şeytanlardan təmizlənmək üslubunu, yolunu öyrənmək istəyirsinizsə, mənim elə bu kanalımda videolar siyahısına daxil olun, lab aşağı enin. İlk buraxdığım videolardan biri məhz bu mövzu ilə bağlıdır ki, evi şeytanlardan necə təmizləmək olar. O videonu izləyin, orada verilən təlimatları yerinə yetirin və Allahın izni ilə inşallah sizi dahi narahat etməyəcəklər.